Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimindir canlı olaraq yayımdadır. Bugün anonslardan da gördüyümüz kimi çox ciddi səhhətimizdə baş verəcək viruslardan danışırıq. Ümumiyyətlə, virus hepatitləri, qurd xəstəlikləri, tənəffüs yolları xəstəlikləri və s. Bununla bağlı studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Bizim dəyərli doktor, həkim terapeutimiz Sübhan Hacıyev yolda məlum məsələlərdən tıxac səbəbindən biraz gecikir, amma gəldiyi zaman bizimlə bərabər olacaq. Qonağımız isə tibb üzrə fəlsəfə doktoru, doçent, həkim, infeksionist Vüqar Cavadzadədir. Doktor, xoş gəldiniz. Çox sağ olun, xoş gördük. Sizi də tamaşaçıları da salamlayıram. Dəvətiniz üçün də minnətdarım. Biz təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyinizə görə. Bugün əslində bizim bu yayımlanan neçə aylıq proqramda hər sahəyə toxunduq. Bayaq da sizə vurğuladım ki, virus xəstəlik, ümumiyyətlə viruslarla bağlı infeksionist olaraq ilk qonağımızsınız. Təbii ki, əslində çox geniş yayılmış bir xəstəlik və demək olar ki, sürətli axını davam edən bir xəstəlikdir. Bəzilərimiz bu xəstəliyi gizlətməkdə artıq meyilli, bəzilərimiz belə deyək də bir ictimai qınaq deyiləcək, bir fobiya yaşayırıq. Amma daşıyıcı olaraq əslində gizlətməmiz də tibb də göstərir ki, hər günü əleyhimizə aparmaqdan başqa bir şeyə xidmət etmir. Ümumiyyətlə, virus hepatitlərindən başlayaq. Nədir? Təbii ki, çox geniş yayılmış, təhlükəli, belə deyək, qaraciyər xəstəliyidir əslində. Bunun haqqında qısaca bir arayış istəyəcəm sizdən, sonra növbəti suallara keçid alaq. Buyurun. Virus hepatitləri biz dedikdə viruslar tərəfindən qaraciyərin iltihabi prosesini törədən hepatotrof viruslar nəzərdə tutulur. Yəni, bu viruslar məhz qaraciyəri zədələyir. Təbii ki, bu virusların sayı biraz çoxdur, amma bizim cəmiyyətdə insanlarımız bildiyi, daha çox onların bildiyi A, B, C virus hepatitlərdir. Amma əslində viruslar çoxdur. A, B, C, D, Y və s. Hələ bu virus hepatitləri sayıları çoxdur. Və hər birində demək olar ki, özünə məxsus gedişləri var. Məsələn, uşaqlarda daha çox A virus hepatiti müşahidə edilir. Qadınlarda, xüsusilə hamilə qadınlarda Y virus hepatiti daha çox rast gəlir və qorxulu ağırlaşmalara səbəb olur. Amma cəmiyyətin belə deyək, orta yaş təbəqəsində və aktiv həyat tərzi keçirən şəxslərdə B, C və D virus hepatitləri rast gəlinir. Bu virus hepatitlər yəni hansı etioloji cəhətə, hansı fərqli olsa da, yəni A, B, C və yaxud da D, bunlar hamısı qaraciyərin zədələnməsi ilə nəticələnirlər. Və düzgün qeyd elədiniz ki, bəzən bizim təcrübəmizdə də görünür ki, ailə daxilində ərdə və yaxud da arvadda virus var, bir-birinə gizlədirlər və yaxud da qarşı bir tərəf digər tərəfdən gizlədir. Amma qeyd eləmək istəyirəm ki, bu viruslar ailə daxilində cinsi yolun digər tərəfə keçməsinə səbəb olur. Hətta insan özü-özündə bunu gizlətdikdə 5 il, 10 ildən sonra ciddi fəsadlarla nəticələnir. Yəni, bəzi hallarda insanlar düşünür ki, bir virus orqanizmdə mövcud olsa da o aktiv bir formada deyil və sadə dildə desək, deyirlər ki, virus bədəndə donmuş bir vəziyyətdədir. Heç də elə deyil. Virus qaraciyər hüceyrələrində yaşayır, qalır. Təkcə qaraciyərdə deyil, digər orqanlarda çox çoxalır və bu illərlə özünü sakit şəkildə göstərərək və anidən xəstələrdə hər hansı bir əlamətlər müşahidə edilir. Qabarmağa başlayır. Bəli, qabarmağa başlayır. Bəzən olur ki, tutaq ki, C virus hepatitindən cəmiyyətdə bunu insanlar C virus hepatiti deyirlər. Bəli. Çünki biz C-ni Rus əlifbası ilə deyirik, amma İngilis əlifbası ilə C adlanır. Ona görə bəzən səhv salır insanlar. Və belə olan halda bu viruslar orqanizmdə qalır, qaraciyərdə artır, çoxalır, ciddi zədələnmə səbəb olur, amma heç bir əlamət vermir. Və xəstə bəzən, yəni xəstənin dili ilə desək, birdən-birə diş ətindən qanaxma, burundan qanaxma, bəzi hallarda mədə qanaxması baş verir və bu halda düşünürlər ki, qida borusu və yaxud da mədədə hər hansı bir xora var və terapeutə müraciət edirlər və artıq o zaman müayinələr zamanı görünür ki, qaraciyərə artıq sirrotik dəyişikliklər var, qarın boşluğunda maye yığılıb, aşağı ətraflarda şiş əməl edilib və xəstənin dili ilə desək, deyir ki, 3 gün əvvəl mən yaxşı idim, birdən-birə belə oldum. Bu proses 3 gün ərzində baş vermir, sadəcə illərin bir nəticəsidir. Tədricən inkişaf eləyir və qaraciyərin zədələnməsinə səbəb olur. Və bu daha çox bu xüsusiyyəti biz C virus hepatitində görürük. Ona görə ümumiyyətlə tibbdə də bu C virus hepatitinə mülayim düşmən deyirlər. Bəli.
Yəni qaraciyərdə belə oturur, sadə dildə isə lokalizasiya olunur və iltihabi proses törədir, qaraciyər hüceyrələrini zədələyir və xəstə o zaman alır ki, artıq qaraciyər sirrozudur və yaxud da ki, artıq sirrozdan da irəli inkişaf edərək burada qaraciyər xərçənginə gətirib çıxarır. Doktor, nə baş verməlidir ki, bizdə baxın, ümumiyyətlə biz uşaqlarımızda dedik hepatit A daha çox aktualdır. Ən geniş yayılmışıdır zaten hepatit A-dır. Burada hərarətdir, bəzən qusmaların olması, uşaqlar arasında daha çox təsadüf olunur. Ümumiyyətlə, baxın, uşaqlar arasında bunun yayılması, uşaqlıq dönəmindən bəlkə də bunlar başlayır. Görməzdən gəldiyimiz, hərarət varsa, hərarət endirici dərman və həblər verdikdə artıq hərarət endisə, növbəti müayinəni lüzumsuz görürük, amma demək ki, orada onu kök salır. Deyilmi? Və müəyyən yaşda qabarması üçün hansı məsələ buna təkan verir? Nə olmalıdır ki, bizdə bu qədər hepatit V və hepatit C-yə qədər gəlib çıxmalıyıq və böyük bir sıçrayış olmalıdır ki, sonda artıq dediyimiz kimi gecikmiş bir dönəm də yaşayırıq. Hepatit A-dan biz danışarkən qeyd edilmiş, hepatit A məsələ uşaqlıq dövrünün infeksiyasıdır. Bu daha çox qaynanmamış sudan keçir, su yolu ilə daha çox keçir. Və əgər su hepatit A virusları ilə yoluxursa, bu kütləvi şəkildə uşaqlar arasında xəstələnməyə səbəb olur. Amma müsbət bir tərəfi də odur ki, hepatit A-dan uşaqlar tamamilə sağala bilir və virus orqanizmi tamamilə tərk edir. Spontan olaraq özü də tərk olmuş. Bəli, hətta hepatit A-lı uşaqlara evdə rejim gözlənilsə, müalicə olunmasa belə sağalma baş verə bilir. Yəni hepatit A virusuna yoluxmuş uşaqlarda çox nadir hallarda, ədəbiyyatlar görsə 0,1% halda ağırlaşma ola bilər. O da öd hissəsində, öd yollarının iltihabi prosesində. Yəni qaraciyərin ciddi zədələnməsi müşahidə edilmir. Yəni sağalıb gedir. Təbii ki, uşaqda hepatitə məxsus əlamətlər sarılıq oldusa, uşaq ev şəraitində, həkim nəzarətində, həkim tövsiyəsi, həkim nəzarət deyəndə mütləq insanlarımız bir növ dərman təyinatlarını anlayırlar. Və yaxud da stasionar müayinə nəzərə tutulurlar. Stasionar müayinə nəzərə tutulur. Əslində hepatit A virusunun stasionara köçürməsinə ehtiyac yoxdur. Ev şəraitində xəstə, belə deyək ki, rejim gözlərsə, bol maye qəbul eləsə, vitaminli qidalar qəbul etsə, kifayətli sağalmalı. Dərman preparatları belə qəbul eləməsə. Amma qeyd etdiyim kimi, orta yaş dövrünə gəlib artıq insanlar çıxdıqda, bu dövr üçün digər virus hepatitləri B, C, D virus hepatitləri aktual olur. Çünki bu dövrdə insanların müxtəlif, artıq bu dövrə qədər müxtəlif cərrahi əməliyyatlara məruz qalması, sonra insanların salonlara müraciət edilməsi, bizim xanımlarımızın manikür, pedikür, tatuaj, orta yaş qrupu insanların narkomaniya, inyeksiyon narkomaniya meyil göstərməsi və s. kimi bu hallar, digər tərəfdən də orta yaş qruplu insanların cinsi həyatın formalaşması, bu infeksiyalar cinsi yolla da keçir. Və bu insanlarda gətirir B, C, D virus hepatitlərin inkişaf etməsinə səbəb olur. Bu virus hepatitlər də bəzən B virus hepatitində virus orqanizmə düşür, uzun illər, hətta deyərdim ki, 8 il, 10 il heç bir əlamət vermədən orqanizmdə qalır. Buna biz daşıyıcı deyirik. Bu zaman qaraciyərdə bir zədələnmə ocaqları olmur, qaraciyərə məxsus fermentlərdə yüksəlmə olmur. Amma başqalarına yoluxma ehtimalımız var. Bəli, başqaları, digərlərin yoxdurlar. Bizdə tipik formada yoxlamalar gedir. Bəli, digərlərin qarşı tərəfdirsə həyat yoldaşına yoluxdurur və yaxud da ki, salona gedir, onun istifadə elədiyi o manikür, pedikür dəstlərindən, salonda istifadə olunan manikür, pedikür dəstləri həmin şəxsin qanı ilə çəkilənir və digər şəxslər yoluxulur. Və yaxud da stomatoloqa gedir, diş düzəltdirir, diş çəkdirir, orada istifadə olunan stomatoloji alətlər yoluxur və digər hansısa bir növbəti bir sağlam şəxsin yoluxmasına səbəb olur. Və nəticə də qeyd etdiyim kimi 10 il, 15 ildən sonra alırlar ki, artıq qaraciyərdə sirrotik dəyişikliklər gedib, geri dönməz dəyişikliklər. Qaraciyər orqanizm tək bir orqanıdır və nadir orqanlardandır ki, regenerasiya xüsusiyyətinə malikdir. Yəni qaraciyərin 3də 2 hissəsi kəsilib götürülərkən o 6 ay ərzində bərpa olub yerini tutur. Amma qaraciyərdə artıq ki, virusla qaraciyəri zədələdikdə artıq onun bərpa olma funksiyası belə deyək, özü-özünü tam bərpa eləyə bilmir. Bu zaman artıq qaraciyər transplantasiyasına
ehtiyac yaranır ki, hal-hazırki dövrdə də hər xəstədə bu Bəli, əməliyyatı donor məsələsi də çətin belə məsələ. gedib icra edə bilmir. Bir də yoluxma üsulları iki formada olur. Dediyimiz kimi bu enteral ağız yolu ilə enteral olması vasitəsilə və cinsi yolla yoluxma. Və parenteral. Parenteral. Belə təsnifatda enteral yolla, yəni daha doğrusu tibbi dildə biz desək fekal-oral yolu yoluxma, yəni qida vasitəsilə yoluxma, hepatit A və Y-dədir. Digərlər parenteral, yəni birbaşa qeyd eləsək, yəni vena daxili infüziya vasitəsilə, yəni qeyri-istirik şprislər, bəli, şprislər vasitəsilə, hər hansı dərd döymə vasitəsilə daha çox parenteral yolla keçir. Cəmiyyətdə bu gün daha çox qan köçürmə vasitəsilə keçir. Daha sonra narkotik inyeksiyaların istifadə edilən zaman daha çox keçir. Qan köçürülməsi çox aktualdır, doktor. Bu qan köçürülməsində həmin qanın düzgün, belə deyək də, artıq bu infeksiyalardan təmizlənməmə mexanizmi olmamasından gəlir, yoxsa onu köçürülmədə müəyyən, belə deyək, qaydalarda bir problem yaranır. Qeyri-steril, belə deyək, şpritslərin və yaxud da müəyyən bir gedişatın bir fəsadı olur. Hər zaman qan köçürmə deyəndə hər kəs ehtiyat edir ki, artıq mən hepatitə yoluxma ehtimalım böyükdür. Nədir əslində? Bu qorxu hardan başlayır? Mən xatırladım ki, bizim doktorumuz artıq bizimlə bahəmdir. Xoş gəldiniz, doktor. Təbii ki, olur, tıxaclar bugün günün aktual məsələsidir. Xoş gördük, xoş gəlmişsiniz. Xatırladım ki, həkim terapevt, eyni zamanda Bakı Sağlamlıq Mərkəzinin təcili yardım şöbəsinin müdürü Sübhan Hacıyev bizimlədir. Sağlam şəxs qan verərkən, təbii ki, sağlam şəxslər qan verir. Və bu qan verilən zaman müəyyən infeksiyalar yoxlanılır. Hepatitlərdir, sifilisdir, HIV infeksiyası, spid deyirik. Hepatitlər, tutaq ki, hepatit B-dən söhbət gedirsə, qan verilən zaman ilk öncə karteslər yoxlanılır, həmin şəxsin qanı və sonraki mərhələdə artıq PCR müayinəsinə gedir. Bəzi hallarda insan yeni yoluxarkən, virusun yükü, titri deyək, virusun yükü həddən artıq az olduğuna görə polimeraza zəncirvari reaksiya vasitəsilə bunu aşkar eləmək çətin olur. Aşkar eləyə bilmir. Çünki bu reaksiyanın aşkar elədiyi minimal bir hədd var. O həddən yuxarını ölçür. Və insan, tutaq ki, sağlam hesab elədiyimiz insan qan verir. Halbuki bu beynin, C-nin daşıyıcısıdır. Virus yükü həddən artıq aşağı olduğuna görə PCR müayinəsində aşkar edilmir. Və bu qan müəyyən qan bankında müəyyən müddət qaldıqdan sonra təbii ki, bu viruslar üçün qan əlverişli bir mühitdir. Burada müəyyən qədər həyat qabiliyyətini saxlayırlar müəyyən müddət. Qanda virus hepatit B həyat qabiliyyətini 3-4 ay müddətini saxlaya bilir. Qaldıqdan sonra, qan alındıqdan sonra 1 aydan, ay yarım, 2 aydan sonra digər şəxsə köçürülürsə, artıq o insanın birbaşa yoluxmasına səbəb olur. Və həmin yoluxan, qan köçürülən insanda maksimum 6 ay ərzində hepatit B-dən söhbət gedirsə, 6 ay ərzində artıq bu viruslar klinik əlamətləri müşahidə edilə bilir. Hepatit C-də bu təqribən 2 ay müddətindədir. Amma hepatit B-nin özünün o qədər klinik formaları var ki, hətta virus daşıyıcılıqdan onun sarılıqlı, sarılıqsız, silinmiş formaları var ki, və bunlar belə deyək ki, biruzə verməyə də bilər. Hepatit B-nin sarılıqsız forması var. Bu zamanı xəstələrdə heç bir, yəni vizuallarda gördüyümüz bir əlaməti görmürük, amma qaraciyərin zədələnmə prosesi gedir. Yəni qaraciyər fermentlərini yoxladıqda, ALT-ni xüsusilə yoxladıqda dəfələrlə 5 dəfə, 6 dəfə, hətta 10 dəfə artıq biz onu deməli müşahidə edirik. Yəni qan köçürmə birbaşa hepatit B, C, D-nin yoluxmasına səbəb olur. Bəli, həmin mənbənin əsas göstəricisi kimi göstərə bilər. Doktor, qaraciyərin, baxın, birbaşa elə virus hepatitlərindən danışması geniş yayılmış və eyni zamanda təhlükəli qaraciyər xəstəliyidir. Hamilə xanımlarında, məsələn, artıq yoxlanışında birbaşa indi artıq göstərici, düzdür, əvvəllər də vardı, amma indi artıq, belə deyək də, birbaşa kəskin göstərici, hətta, belə deyək, kürtaj məsələlərində belə gedilir, artıq hepatitlər məcburi formada yoxlanılır. Bu nədir? Çoxmu ümumiyyətlə vüsət alıb bu yoluxucu hepatitlərimizin sayı? Bax, bu qədər, nə qədər danışılmağına, maariflənməyinə rəğmən yenə də deyilir ki, sayı günü gündən artır. Niyə bu qədər yoluxmalar çoxalır?
Ona görə əslində çoxalır ki, biz tibbi yöndən ciddi şəkildə maariflənmirik və nəzərə alsaq ki, ümumiyyətlə, əgər hepatitlərdən söhbət gedirsə və qaraciyər xəstəliklərindən söhbət gedirsə, qaraciyərin özü də bir, orada desək, bir sinirsiz orqandır, bir ağrısız forması var və bir çox virus hepatitləri doktorun qeyd elədiyi kimi latent formada keçir və ilk 6 ay müddətində hər hansı bir simptomlar vermədiyi üçün çox rahatlıqla həmin 6 ay müddətində həmin insan həm cinsi əlaqə ilə, həm qan vasitəsilə keçirə bilər digərlərinə. Bu yüzdən yoluxma riski də, virulentlik də artmış olur və nəticədə biz geniş bir populyasiyada təsadüfi müayinələr nəticəsində aşkarlanmış hepatitləri görürük. Və bunların əslində olması, yəni hər hansı bir invaziv metod varsa, burada bəxli yoxdur ki, hər hansı bir ciddi bir, belə deyək ki, narkozların istifadə olunmuş olsun və yaxud da ki, hər hansı bir kiçik bir sedasiyana, yəni yatızdırılmalarla bir müdaxilə olsun. İnvaziv bir girişimsel bir prosedur icra olunacaqsa, bu alətlər atılmayacaqsa və sterilizasiya gedəcəksə, bu insanların hər biri bu analizləri verməlidirlər. Ən azından, belə deyərdim ki, vaxtından əvvəl və yaxud da erkən dövrdə bu xəstəlik yoluxmanın aşkarlanması baş verə bilir. Eyni zamanda yoluxmayıbsa daha yaxşı, amma bu kart testlərdə bu pozitiv çıxırsa, biz bilirik ki, həmin istifadə olunan alətlər bir dəfəlik olur, onlar atılır, ümumiyyətlə sonradan sterilizasiya verilmir və bu da sterilizasiya verilmədiyi üçün bəzən belə deyək ki, xüsusilə də özəl xəstəxanalarda bu daha məsrəfli olur və insanlarımızın müəyyən bir bunun üçün ayrıca məbləğ ödədikləri üçün müəyyən bir narahatçılıqlar olur, amma eybi yoxdur o məbləğdən, amma digər pasiyentlərin artıq yoluxmasının qarşısı alınmış olur. Hamilələrdə də həmçinin bu xəstəlik ümumiyyətlə çox gizli gedə bildiyi üçün ağır fəsadlara gətirib çıxara bilər. İlkin növbədə bu prosedurların olması, bu cür testlərin aparılması çox təqdirə layiq bir məsələdir. Hamilə xanımlarda aşkar olunduğu halda onların müalicə ilə tamamən götürülməsi ehtimalı varmı və ondan sonra həmin bətnindəki körpəyə keçmə ehtimalı nə qədərdir? Bətnindəki körpəyə keçmə ehtimalı çox böyükdür. Xüsusilə də burada qanla təmas var. Həm təbii doğuş vasitəsilə, həm keşəriyyə əməliyyatı zamanı. Amma dövrlərə baxılır. Yəni, hamiləliyin hansı dövrüdür? Həmin dövrdən sonra dölü saxlamaq nə qədər effektivdir? Bəzən, məsələn, 7-ci ayında bilinmiş bir şey olur ki, açıqcası hər hansı bir müayinələrdə də ciddi bir patologiya aşkarlanmır. Bu yüzdən burada da hamiləliyi dayandırmaq nə hüquqi cəhətdən, nə tibbi, nə də insani cəhətdən düzgün olmaz. Bu yüzdən də müəyyən bir vaksinlər istifadə olunur. Yəni, infeksionistlərin sonradan bu xəstələri təqibdə saxladıqları bir dönəm başlayır. Doktor, həmin o uşaqlar ki, dünyaya gəldi və ana bətninə birbaşa keçmə ehtimalı təbii ki, yüksəkdir. O körpə uşaqlardan bunu tamamən götürmək imkanımız ümumiyyətlə varmı? Müasir dövrdə B virus hepatitinin müalicəsində istifadə olunan dərmanlar mövcuddur. Son dərmanlar istifadə edilir. Amma çox təəssüf ki, dövrümüzdə, dünyamızda B virus hepatitini orqanizmdən tamamilə təmizləyəcək, belə desə, dərman preparatı mövcud deyil. Sadəcə olaraq virusun orqanizmdə, insan orqanizmində titrə aşağı salınır və onun, belə deyək ki, aktiv xəstəlik törətməsinin qarşısı alınır. Qaldı ki, hamilə qadınlarla uşağa keçmə məsələsi, bəli, bu hamilə qadınlarla B virus hepatiti doktor da düzgün qeyd elədiyi kimi keçmə ehtimalı yüksəkdir. Birbaşa plasenta vasitəsilə ötürülür, keçir və hətta artıq bəzi hallarda anadan doğulan uşaqda hepatit B artıq aşkar edilir. Zaten onsuz doğulan uşaqlar hepatit B-yə görə yoxlanılır. Yəni aşkar edilmədikdə doktorumuz qeyd etdiyimiz kimi həyatın ilk günlərində hepatit B-yə görə vaksinasiya aparılır. Amma kiçik yaşlı uşaqlarda hepatit B deyərdim ki, çox halda özünü bir daşıyıcı şəklində göstərir. Yəni ciddi bir fəsadlara bir o qədər yol açmır. Amma hamilə qadının özünə gəldikdə isə artıq hər bir, bilək ki, hamilə qadının orqanizm fərdi xüsusiyyətindən asılıdır ki, hepatit B virusunu necə keçirəcək? Hamiləlikdən əvvəl bu xəstəliyi hansı ağırlıq dərəcəsində keçirdi? Hamiləlik müddətində yoluxub və hamiləliyin neçənci aylarında yoluxub. Bəzi hallarda deməli, xroniki aktiv hepatitlər var ki, o şəxslər hamilə qalarkən hamiləliyin ilk vaxtlarında artıq qanaxmalara səbəb olur.
Yəni qaraciyərin kəskin çaşmazlığı əlamətlərinə səbəb olur. Və yaxud da ki, hamiləlikdən əvvəl virus daşıyıcısı deyiriksə B hepatitinə və bu xəstəni heç vaxt narahat eləmirsə, sadəcə daşıyıcı virus onu daşıyır. Hamilə qalarkən artıq bunu xəstəliyə çevirir. Artıq xəstədə bəli, klinik laborator göstəricinin formalaşmasına səbəb olur. Çünki həssaslaşma dönəmi olduğundan bütün xəstəliklər... Bəli, xüsusən hamilənin birinci trimestrində sürətlə inkişaf etməsinə səbəb. Bunlar hamısı yəni xəstəyə fərdi yanaşmadan asılıdır. Yəni hər bir hamilə qadın fərdi olaraq bu xəstəliyi necə keçirəcəyi ilk öncədən biraz proqnozlaşdırmaq çətin olur. Amma hamilə qadınlar arasında ağırlaşma halları başlayırsa, hamilə qadınlarda koma dediyimiz, indi müasir terminlə qaraciyər ensefalopatiyası deyilir. Yəni bu hal baş verirsə, komadan çıxma ehtimalı çox az olur. Hətta bu qədər ciddi fəsadlara göstəriciyə gedişat bir yoldur. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra müzakirəmiz yenidən davam edəcək. Reklam fasiləmiz bitdi. Yenidən qaldığımız yerdən davam edirik. Bugün xatırladaq infeksion xəstəliklərdən danışırıq. Doktor, əməliyyat öncəsi daha çox aktual olan bir məsələ. Mən bayaq sadradığım ümumiyyətlə hamilə xanımlarda eyni zamanda kürtaja gedilən belə abort məsələlərində birbaşa təyinat və göstərici yoxlanmadan belə onları belə deyək də artıq əməliyyat masasına almırlar. Amma normalda başqa əməliyyatlar da təbii ki edirik də. Gündəlik neçə çeşidli əməliyyatlar var. Onlara getməzdən öncə infeksion xəstəliklərin yoxlanması, aşkarlanması, bunların pasiyent tərəfindən nə dərəcədə gizli saxlanılması və burada artıq ikinci bir iş, belə deyək də, həkim terapevtlərdə artıq ikinci bir iş olaraq sizin üzərinizə düşür ki, insan qəbullanmır və siz onu inadkarlıqla bunun analiz laborator nəticələrində sübut etməyə bir zaman itkisi gedir, deyilmi? Yəni bunların yoxlanması necə aparılır, əgər bunu hər kəsdə edə bilirikmi? Ümumiyyətlə, istənilən bir doğru düzgün bir klinikalarda hər bir cərrahi prosedur öncəsi, yəni bu cərrahi əməliyyatın masştabından asılı olmayaraq xırda invaziv girişimsel prosedur da ola bilər, böyük bir cərrahi əməliyyat da ola bilər, kiçik və böyük paket analizlər vardır. Bu analizlərdən əlavə təbii ki, orada instrumental laborator müayinələr də vardır, amma hər birində həm kiçik, həm böyük paketlərdə mütləq şəkildə infeksion xəstəliklər, xüsusilə də hepatit B, C, HIV və sifilis kimi infeksiyalar yoxlanılır. Bu cür xəstələrdə əgər bunlar aşkarlanarsa, artıq daha ciddi bir müayinə metodlarına gedilir. Orada artıq polimeraz zəncirvari reaksiyalarla yoxlanılır, daha dəqiq araşdırmalar başlanılır. Amma bir çox hallarda pasiyentlərin bunu gizlətdiyi də olur. Çünki bilir, məsələn, 2 il öncə müalicəsini alıb, PCR testində bu negativləşib, pasiyent düşünür ki, bu tamamilə yoxdur, amma daşıyıcılıq forması qalıb təbii ki. Bəzən də həmin o kart testlərdə və yaxud hər hansı bir seroloji müayinə metodlarında bunların pozitivliyi görsənilir. Bu zamanda təbii ki, həmin insanlar üçün bir dəfəlik belə deyək, setlər açılıb istifadə olunur. Bunların açıqcası insanlar tərəfindən doğru düzgün vətəndaşlarımıza izah etdikdə, yəni burada qorxulacaq, çox ciddi şəkildə narahat olunacaq və utanılacaq bir məsələ deyil. Çünki burada biraz sosial bir problemlər var. İnsanlarımız hər zaman infeksion xəstəliklərini özlərində gizlədirlər. Qohum nə deyər, qonşu nə deyər, ətrafdakılar nə deyər, məni təcrid edərlər, məsələləri vardır. Bunların da əsasında bizim bir toplum olaraq təbii ki, onlara qarşı bir tavrımız durur. Bu yüzden də yaxşı olar ki, bu cür insanlara bir dostcasına yanaşıb, açıkçası biz bu cür deyirik. Yəni, əgər belə bir şeylər çıxırsa və insanın bundan xəbəri yoxdursa, doğru düzgün mütəxəssisə yönəldirik. Xüsusilə də burada birinci növbədə infeksionistlər işin içinə girməlidir. Çünki terapevtik məsələ, əgər daxili orqanlarda ciddi bir zədələnmə varsa, məsələn, hepatitlərin tək virus deyil, toksiki zədələnmələrə də bağlı olur. Alkoqol mənşəli və digər qaraciyər sirrozu varsa artıq burada terapevtin də müdaxiləsi lazımdır. Ensefalopatiya olan xəstələrdə terapevtik və hətta reanimasyon tədbirlər ehtiyac olur. Yəni, bu cür xəstələrimizə öncəliklə doğru düzgün yanaşmanı aşılamalıyıq, maarifləndirməliyik, bu xəstəlikdən qorxmaması üçün izah etməliyik və ondan sonra artıq onlar bunu qəbullana biləcək. Yox, səndə bu var deyib də direkt
fakt qarşısında qoymaq nəticədə həmin insanı həm həkimə qarşı, həm tibbə qarşı bir aqressivləşdirmiş olur. Bəli, bəli. Artıq orada da bir az mühakimə olunan insanda heç bir zaman mübarizlikdə təbii ki, irəli gedə bilmir. Doktor, bəzən bizdə bir anlayış var ki, bu infeksiyon fərq etməz. Bugün biz virus hepatitlərin ümumiyyətlə virus xarakter daşıyıcı xəstəliklər çoxdur. Məsələn, bunlardan əllərindən belə hansısa bir əşyanın toxunduğu əşyaya belə toxunmaqda artıq ehtiyat edir. Bəzən düzgün maariflənməmə və bilgisizlik də o insanlarda bir az təcrid olunmanı onlara yaşatmış oluruq, deyilmi? Məsələn, cinsi yolla yoluxan bir xəstəliyi biz, məsələn, adi məişət üslubunda əlinə belə salam verir və görüşməkdən belə çəkinirik ki, bizə yoluxma var. Ümumiyyətlə, konkret olaraq, tam olaraq, bayaq biz danışdıq ki, entral bu ağız boşluğundan bir ağızla yoluxması var və qanla və cinsi yolla yoluxmalar var. Ümumiyyətlə, təmasdan yoluxan bu infeksiyon xəstəliklərin öncəsində hansı durur ki, biz bunu tam olaraq bilək və hansı xəstəliklər var ki, sırf olaraq cinsi yolla yoluxur və normal, belə deyək də, artıq gündəlik həyatımızda bu insanlardan qorxmağa gərək yoxdur. Bunu daşıyan insanlardan təbii ki, daşıyıcı olaraq. Ümumiyyətlə, infeksiyon xəstəliklərinin sayı bugün tibbdə saysaq 2500-dən yuxarıdır. Və bunlar hər birində özünün ayrı-ayrı keçmə yolları var. İndi biz əgər məişət təmas yolundan keçən infeksiyalardan söhbət edirsə, bu infeksiyaların qrupuna da çox sayda infeksiyalar aiddir. Misal üçün, əgər yenə qayıdıb hepatitlərin üzərində dayanırsa, müasir dövrdə artıq hepatit beynin özünün məişət yoluna keçməsində və ailə daxilində məişət yolundan yoluxması haqqında artıq fikirlər özünü doğrultmaqdadır. Yəni, xəstə şəxsin istifadə elədiyi qab-qaşıqlardan istifadə eləmə. Nəinki xəstə şəxsin, ailədə belə daşıyıcı şəxs varsa, daşıyıcı şəxsin qab-qaşığına istifadə eləmə yoluxma riskini yüksəldir. Hepatit B-də. Bəli, B-dən söhbət gedir. Bunun üçün yenə dayanırıq insanların maariflənməsinin üzərində. İnsan əgər özü bilirsə, bunda hepatit B virusu varsa və ailə üzvlərinin yoluxmasının qarşısını almaq istəyirsə, bu insan özünə məxsus, xüsusilə yəni dəriyə təmas eləyəcək, birbaşa təmas əşyalarını ayırmalıdır. Qayçılardır, müxtəlif xanımların desək, manikür, pedikür dəstələrdir. Bunlardan istifadəsi digər şəxslərin məhdudlaşdırılmalıdır. Və qaldı ki, digər infeksiyalardan söhbət deyirsə, bugün çox sayda infeksiyalar var ki, məhz bizim o təmas zamanı, əlimizin toxunan zaman yoluxa bilərik. Çikili səhtləri yoluxan zaman, mədə-bağırsaq infeksiyaları olsun belə, onların törədiciləri ətraf mühitdə onsuz da var. Ümumiyyətlə, bizi əhatə eləyən ətrafda çox sayda viruslar, bakteriyalar mövcuddur. Gün ərzində biz milyonlarla mikroorqanizmlər qəbul edirik və xaric edirik, amma xəstələnmirik. Burada birbaşa orqanizmimizin immun sistemi dayanıqlı rol oynayır ki, bu bakteriyalar artıq çoxalmır. Bundan da əlavə, digər insan orqanizmi özündə də mövcud olan bakteriyalar var ki, insanda bunlar yaşayır, bağırsaqlarda yaşayır. Və bunlar, biz bunlara şərti patogen bakteriya və yaxud da fürsətçi bakteriyalar deyirik. İnsan orqanizmi immun sistemi aşağı düşən kimi bunlar artıq çoxalmasına gətirib çıxarır. Və sualınızı tam olaraq digər hissəsini cavablandırmaq istəyirəm. Qaldı cinsi yolla keçən infeksiyalar. Bunlar məhz olaraq birbaşa cinsi yolla keçirlər. Tutaq ki, bugünkü günümüzdə siflisdir, süzənə virusudur, süzənə bakteriyalardır və bəzi hallarda bu dediyimiz insanların tripit dediyi, bizim süzənə dediklərimiz, bəli, bunlar təmas yolu ilə yoluxarkən, yəni gözə düşərkən bəzi halda konjunktivit əlamətləri törədə bilirlər. Eyni zamanda bir digər cinsi infeksiya da törədə bilirlər. Və sair infeksiyalar, bu infeksiyaların müəyyən hissəsi hava damcı ilə yoluxur, müəyyən hissəsi təmasla yoluxur, müəyyən hissəsi qida yoluna yoluxur, müəyyən hissəsi parenteral yoluxur, yəni müxtəlif yenə daxili inyeksiyalar vasitəsilə yoluxur və müəyyən hissəsi isə digər, belə deyək ki, həşəratlar var. Həşərat deyəndə burada biz ağcaqanadlar vasitəsilə, gənələr vasitəsilə və bunların hər birinin özünün ayrıca bir qorunma yolları, profilaktikalar var. Hava damcı infeksiyalarından qorumaq üçün biz mütləq maskadan istifadə eləməliyik. Mədə-bağırsaq infeksiyalarından, hepatit A-dan qorunmaq istəyirsə, mütləq qaynanmış su içməliyik, əl gigiyenasına fikir verməliyik, natəmiz səhtlərə toxunmamalıyıq. Və yaxud da ki, meyvə tərəvəzləri və meyvə tərəvəzlər, xüsusən meyvə tərəvəzlər yaxşı yuyulmalıdır və qaynamış suyuna yuyulmalıdır. Əgər meyvə tərəvəz
yaxşı belə deyək ki, orada viruslarla çirklənməyibsə, biz onu açıb evdə krantın altına su ilə yuyuruqsa, o suyun özü hepatit A virusuna yoluxucudursa, o meyvəni yumağa dəyməz. Ona görə meyvənin özü də qaynanmış su ilə yuyulmalıdır. Meyvənin özü də yuyulması üçün müəyyən burada gigiyenik qaydalar var. Meyvələr birbaşa axar suyun altında yox, suya qoyulmalıdır, otaq temperaturunda və burada bir müddət var, 20 dəqiqə, 25 dəqiqə, yarım saat suda qalmalıdır. Yəni bu mövzular o qədər genişdir ki, bunlar barədə danışmaq, bunların diaqnozu, müalicəsi, profilaktikası həddən artıq infeksion xəstəliklər çox şaxəlidir. Mən elə doktor, siz belə deyək də artıq həkim terapevt olaraq mədə-bağırsaq infeksion xəstəliklərindən istəyirəm danışaq. Ümumiyyətlə bunların daha çox geniş yayılmış. Çox qəribədir ki, müəyyən bir fəsil var ki, belə deyək də həmin fəsildə, həmin dönəmdə hər kəs uşağa da mədə-bağırsaq infeksion xəstəlikləri qabarır. Bu nədir? Bu həmin dönəmə təsadüfmü edir, yoxsa həmin dönəm üçün labid olan bir xəstəlikdir ki, uşağa da ümumiyyətlə belə də ishal məsələləri var, qusma var. Hər kəs də deyir ki, tamam, yaz ayıdır və yaxud da payıza girişdir, bu normaldır deyib keçirik. Normal dediyimiz nədir? Bəlkə də bir doğru bildiyimiz... Yox, normal dediyimiz bir şey deyil. Sadəcə müəyyən bir fəsillər vardır ki, həmin fəsillərdə qidaların doğru düzgün saxlanılmadığı var. Məsələn, bu daha çox yay fəslində olur. Mayonez tərkibli qidaların saxlanılma müddətləri. Məsələn, əgər salata mayonez vurulubsa, 4-6 saatdan çox saxlanılmamalıdır. Aha. Xüsusilə də yay aylarında bunların saxlama şəraitində problem olduğu üçün bu insanlarda mədə-bağırsaq traktının infeksion xəstəliklərindən tutmuş ishala qədər gətirib çıxarır və bir evdə biri varsa, sanitar qovşaq vasitəsilə bir çox insanlar buna yoluxur. Yoluxduruculuq çox yüksək olduğu üçün eynilə də məktəb vaxtlarında, həmin vaxt, məsələn, payız vaxtlarında uşaqlarda xüsusilə də biz bilirik ki, immun sistemimiz daha da zəif olur və formalaşmamış olduğu üçün onlar hələ zamanla müəyyən bir viruslara, bakteriyalara yoluxduqları üçün bir immun sistemi aktivləşir və birində bir virus, bakteriya, bir xəstəlik olduğu zaman digərinə çox rahatlıqla keçə bilir və birdən-birə belə deyək ki, dırnaqarası bir pandemiya yaranmış olur. Bəli. Bu cür xəstələr təcili yardım şöbələrinə də daha sıx müraciət edirlər. Çünki ishal deyib keçmək mümkün deyil. Çünki əgər bir insanda çox ciddi şəkildə maye etkisi varsa, həm ağız boşluğundan qusma, ishal bağırsaqlardan gedirsə, burada birinci növbədə elektrolit pozulması baş verir. Natrium, kalium, kalsium, maqnezium kimi mikroelementlər vardır ki, burada həm ürəyin ritm pozulduğunu yarada bilir, ciddi halsızlıq verir, tərləmə verir. Yəni, bu cür insanlarımızın çəkiyə uyğun, uşaqlarda bu daha tez özünü büruzə verir, çünki onlar ciddi şəkildə halsızlaşırlar. Böyüklərdə də təbii ki olur, amma böyüklərdə uşaqlara nisbətən bir neçə gün su-duz mübadiləsinin bir belə deyək ki, balanslaşdırılması orqanizm tərəfindən kompensasiya olunur və bəzən də onlar su içirlər, amma uşaqlarda bu çətinliklə olur. Bu cür insanlara mütləq şəkildə vena daxili bir terapiyaların aparılması və həmin nümunələrdən, əgər ishal varsa, usuntu kütləsi varsa, onlardan bir patogen bir mikroorqanizmin aşkar olunması üçün müayinə testləri götürülməlidir. Ondan sonra daha düzgün müayinə və müalicə etmək mümkün olur. Doktor, hər qusma və hər ishalı olacaq bir insanda mütləq infeksion xəstəliyi yoluxmaca anlamına gələ bilirik. Yox, bəzən bu funksional dispepsiya da ola bilir, hər hansı bir qida qəbul edib. Amma əgər bu çox yüksək temperatur dediyim 38.5 dərəcədən keçən və bəzən də 72 saata qədər davam edən, qızdırma salıcılara təsir göstərməyən, gün ərzində 4 dəfədən çox ishal verən və bir o qədər də qusma verən hallarda artıq ciddi şəkildə bir də bu ishal zamanı insanlarda bu ishalı dayandıracaq, bəzən də daha çox qəbizlik yaradacaq dərman preparatının istifadəsi nə dərəcədə doğrudur? Loperamid molekulasından istifadə edirlər. Bu da yanlışdır, çünki doğru bilinən yanlışdır. Çünki insanlarımız bunun istifadəsində, əslində loperamid molekulasının istifadəsi bağırsaq peristatikası dediyimiz, yəni hərəkətliliyin zəifləməsinə gətirib çıxarır, prosesi və problemi, səbəbi aradan qaldırmır. Orada həmin o patogen mikroorqanizm daha da çoxalır və daha da ağırlaşmağa gətirib çıxaracaq. Və sonradan da artıq qəbizlik başlayır ki, günlərlə də onun artıq problemindən qurtula bilmirik. Bir də mədə-bağırsaq demişkən, qurd xəstəlikləri günün aktual məsələsi artıq uşaqlar arasında geniş yayılmağına baxmayaraq, indi artıq yetkin insanlar arasında da var. Çox təəssüf olsun ki, çox gizlin saxlanılan və kimsəyə bəlirli edilməyən bir xəstəlikdir. Amma
var doktor və günü-gündən də artır. Niyə bunlar? Ümumiyyətlə qurd deyirlər hər kəsdə var, amma onun belə deyə önə çıxma məsələsi. Nə olur ki, bunlar... Yox, o fikirlə mən heç razı deyiləm, heç elm də o fikirlə razı deyil ki, hər kəsdə qurd var. Qurd parazit həyat tərzi keçirən bəlkə də bir-birinə təsəlli məsələsidir. Digər canlı orqanizmin hesabına yaşayır. Yəni, insan orqanizmi qurdun olmasa bu normal hesab olunmur. Sadəcə ola insanlar özlərində bir mənəvi rahatçılıq tapmaq üçün və yaxud da başqalarının ona verdiyi təsəllidir ki, hər kəsdə var, məndə də var, bizdə də var. Bəli, bəzən xəstə gəlir bizim yanımıza, başqa bir problemlə gəlir və gələrkən müayinədə qurd da çıxır. Deyir, hə, bilirəm, bir 6 ayda elə məndə qurd xəstəliyi var. Qurd xəstəliyinin əlamətləri, doktor, simptomlar nədir? Qurd xəstəlikləri, ümumiyyətlə qurd xəstəlikləri təbabətdə çoxdur. Sayla desək, tibbdə 250 növdən artıq qurd xəstəliyi bəllidir. Amma insanlarda daha çox 65 növü çox xəstəlik törədir. Aktiv olanı. Bəli, amma bu da hər region üçün, ölkə üçün xarakterik qurd xəstəlikləri var. Bizim ölkəmizdə daha çox rast gələn askaridozdur, enterobiyozdur, tenarinxozdur, biz buna öküz solter deyirik və digər qurd xəstəlikləri və peşə xarakterli qurd xəstəlikləri var. Tutaq ki, balıq əti yeyənlərdə, balıqçılarda diflobatrioz deyilən qurd xəstəliyi rast gəlir. Tutaq ki, qaraciyər kebabı çox yeyən şəxslərdə, misal üçün heyvanlarla daha çox məşğul olanlarda fasilyoz deyilən qurd xəstəliyi rast gəlir. İt pişiyi saxlayan insanlarda, evlərdə apstarxoz, klonorxoz, bunların sayı çoxdur, saysaq qurtarmır. Qurd xəstəliyi hər birinin fərqli ümumi əlamətləri çoxdur, amma daha çox qurd xəstəliklərində özünə məxsus əlamətləri var. Misal üçün, bəzi hallarda uşaqları uzun illər epilepsiyadan müalicə edirlər, nevropatoloq müalicə olunur. Amma düşünülmür ki, bağırsaqda burada trixosefalyoz deyilən bir qurd xəstəliyi ola bilər. Tükbaş qurd deyirik biz ona. O məhz uşaqlarda epilepsiya bənzər tutmalar verir. Bəzi insanlar deyir ki, tutaq ki, məndə tez-tez bayılmalar olur. Və məhz yetkin şəxslərdə də bayılmalar trixosefalyoz verir. Və bəzi insanlar deyir ki, məndə uzun müddət qızdırma olur, əzələ ağrıları olur, səbəb bilinmir. Bu zaman biz müayinə eləsi trixinelioz aşkar edirik. Və yaxud da ki, öküz solter dediyimiz tenarinxoz olan şəxslər, bu qurdların, lent şəkilli qurdlar, bunların uzunluqla metrələrlə ölçülür. 10, 12, hətta 15 metrə çatır, metrə. İnsan bağırsaqlarında 10 metr, 12 metr uzunluğuna qurd yaşayır və bu, bəli, insanı narahat edir. Qarında ağrılar verir, ümumi əlamətlər verir, bəzən B12 defisitli anemiya verir. Amma digər bir psixoloji tərəf odur ki, bu qurd hissələri insanın iradəsindən asılı olmayaraq qırılır, düşür. Amma onu hiss etmir, doktorum. Hiss eləmir və xəstə bir onda görür ki, paltarında 1 metr, yarım metr qurd qırıntısı var və bunu hiss eləmir. Və hətta bu qurd xəstəliyi, insanda tenarinxoz qurd xəstəliyi 15 ilə qədər qurd bağırsaqda yaşaya bilir. 15 il ömür sürə bilir. Hətta bağırsaqda 2 və daha artıq rast gəlir. Qalır digər qurd xəstələri, tutaq ki, askaridoz dediyimiz qurd xəstələri daha çox xəstələrdə ağızdan su gəlmə verir. Xəstə deyir ki, axşam yatıram, ağzım su tökülür kənarından. Müəyyən qaşınmalar var. Qaşınma ümumi bir əlamətdir, amma spesifik olaraq enterobioz dediyimiz insanlar xırda qurd da deyirlər. Bu zaman xəstələrdə anal nahiyədə, xüsusən uşaqları gecələr güclü qaşınmalar verir, uşaqları yuxudan oyadır. Bu qurd xəstəliyi həmçinin kiçik qız uşaqlarında bəzən uşaqlıq yolundan daxil olaraq vulvovaginilərə, uşaqlıq yolunun iltihab proseslərinə səbəb olurlar. Yəni, bu qurd xəstəlikləri həddən artıq çoxdur, bunların əlamətləri çoxdur. İnsanlarımız bir o qədər əhəmiyyət vermir. Bəli, çox bəsit yanaşdığımız bir xəstəlikdir. Yer gəlmişsən, qeyd edilir, müxtəlif bitki tərkibli dəmləmələrdən istifadə edirlər. Mən həmişə qurd xəstələrinin söhbət düşəndə verilişlərdə deyirəm ki, əgər qurd xəstələrini otla müalicə etmək mümkündürsə, onda heyvanlarda qurd xəstələri olmaz. Amma əslində qalan ən təhlükəli qurd xəstələri heyvanlardan yoluxur. Məsələn, öküz solter dediyimiz 10-15 metr uzunluğunda qurd xəstəliyi heyvandan yoluxur. Fasilyoz heyvandan yoluxur bugün insanlara və digər qurd xəstələri sayısı hesabsız var ki, bunlar tutaq donuzdan yoluxan var, tenioz deyirik. Bunlar heyvanlardan yoluxur. Yəni, qurd xəstələri bitkilərlə müalicəsi bu sadəcə olaraq insanlarda mənəvi bir rahatçılıq yaradır. Qurd xəstələrinin müalicəsində yalnız və yalnız aparılan kimyəvi terapiyadır. Yəni, bu zaman biz qurd xəstələrindən tam azad ola bilərik. Xəstə gəlir, görürsə, aylarla bitki dəmləmələri içir, aylarla müxtəlif
qatqılar eləyir, bəzən özlərini klizma elətdirirlər, üzr istəyirəm, imalə elətdirirlər. Nəzərə alaq ki, qurd xəstəliklərinin əksər hissəsi nazik bağırsaqda yaşayır. Düz bağırsaqda nazik bağırsağa qədər yəni imalə olunmaq üçün məhlul gedib çatması mümkün deyil. Nazik bağırsaqda olan həyat fəaliyyətlərini qururlar. Yəni bu kimi prosedurların aparılması qurd xəstəliklərində sadəcə olaraq xəstələrin özlərini allatmasından başqa bir şey deyil. Bəli. Doktor, niyə qurd xəstəlikləri deyəndə bizim ağlımıza məsələn bir həkimə gedib müalicə almaq yox, bir loğmanda kör təbii üsullarla, kutsal üsullarla bir müalicə metodu ağlımıza gəlir. Müəyyən qarışımlarla, dediyimiz kimi belə deyək də, artıq daha çox bu süd məhsulu sarımsaqla qarışığı artıq insanlarda qurd xəstəliklərini birbaşa məhv edəcək kimi düşüncələr, daha çox aktual olan dəmləmə çaylarıdır ki, gecə saatlarında bunu içmələr, vannalarda müəyyən məhlulların qarışıraq vannalarda oturulması nə dərəcədə ümumiyyətlə bu müalicə metodu yararlıdır? Niyə biz bu qurd xəstəliklərinin tibbi tərəfdən yanaşmada biraz kasadlıq var? Bu boşluq harda yarandı ki? Əfsuslar olsun ki, sosial şəbəkələrdə hər hansı bir müalicə prosedurları deyiləndə kimlərdənsə diplom və yaxud da ki, sertifikat istənilmir. Və bu cür insanlar fitoterapevtlər var aralarında və bir çox hər hansı bir dəmləmələrdən istifadə edən dırnaqarası loğmanlar var. Hansılarının ki, bəsit bir tibbi təhsili belə yoxdur. Bu insanlar sosial şəbəkədə pafoslu çıxışlar edirlər və nəticədə insanlarımız da bu pafoslu çıxışlara aldanaraq bunu edim. Birincisi ödənişsizdir. İkincisi daha ucuz bir maliyyətlə başa gəlir. Amma bunu aylarla eləyib effektin görmürlər. Bundan sonra artıq həkimə müraciət edirlər. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir xanım. Buyurun, eşidirik sizi. Xanım, doktorla danışmaq istəyirdik. Buyurun, eşidirlər sizi. Xanım, gör nədirəm? Mənim uşağımın 21 yaşı var. 17 yaşında olmuşdu özündən getmə. Belə yer qalmadı, Bakıda gəzdirdik. Bir gündə 10 dəfə, 15 dəfə. O formunda olandan sonra şey elədi. Getdi müalicə olundu, biraz yaxşılaşdı. Sonra təzədən 21 yaşında bir ədə oldu o şey. Özündən getməklə epilepsi tutmaları nəzərdə tutursunuz? Yox, epilepsi görürdü. İndi vayenli deydi. Geldi bir ayda yattı vayeninde, hospitalda. Papanında. Ona da bir şey tapabilmediler. Şimdi doktoru gördüm danışır. Ben bütün verilişleri izleyirəm, doktorların verilişi. Çok önemli danışıram. Bunu maraqlandım ki, bu nətər şeydir. Onun qurdun yadını biz nətər yoxlatdıraq, harada yoxlatdıraq? Aydındır, aydındır. Sualınız yoxdursa, yəni neçə vaxtı müalicəyə rəğmən özündən getməsi, bayılması var. Yəni tapılmır çarəsi nədir və 17 yaşında olması indi 21 yaşda yenə təkrarlanır. Yəni qurd xəstəlikləri nə ilənsə bağlı ola bilərmi? Belə xəstələr kompleks yanaşılmalıdır. Yəni tamaşaçı deyir ki, bayılmaları olur. Və bu zaman mütləq bizim müayinə edəcəyimiz nəticəsin immun müayinəsidir. Təbii ki, orada trixoneroza məxsus qurd yumurtalarının aşkar edilməsidir. Bəzən bir müayinə zamanı aşkar edilmir. 2, 3, 4 müayinələrə ehtiyac olur ki, dəfələrlə yoxlanmalıdır qurd xəstələrinin aşkar edilməsi üçün. Qaldı ki, belə tipli bayılmaların aşkar edilməsi üçün qeyd etdiyim kimi kompleks yanaşılmalıdır. Yəni, əgər xəstədə hər hansı bir epileptik ocaqlar yoxdursa, elektroensefalogrammada bir dəyişikliklər yoxdursa, o zaman qurd xəstələrini yoxlamaq mümkündür. Trixoneroz zamanı məhz epilepsiyaya yox, epilepsiyaya bənzər tutmalar baş verir. Yəni, epilepsiyanın səbəbləri, mərkəzi sinir sisteminə səbəblər deyəndə tam səbəblər bəlli olmasa da mərkəzi sinir sisteminə bağlıdır. Amma trixoneroz zamanı isə xəstələrdə, mərkəzi sinir sistemində epilepsiya zamanı aşkar edilən dəyişikliklər aşkar olunmur. Onun üçün bu kimi xəstələrin müayinəsi üçün bir neçə etap müayinələr aparılmalıdır. Müqayisəli diaqnostika. Əlavəniz var. Bir şey əlavə eləyərdim ki, durumuz qeyd elədi, elektroensefalogramma, bəli, beyində ocaqlar mütləq şəkildə. Bir də elektrokardiogrammada bizim atrioventrikular blokada dediyimiz bir durumlar olur ki, AV blok
halları bayılmalar verə bilir və hər hansı bir ürəyin ritm pozulluqları da bu çox güman ki, orada bir daha da nevroloq, yəni kompleksdə oradan da yanaşmaq lazımdır. Nevroloq, kardioloq və sonraki artıq bir mütəxəssislər bərabər kompleks şəkildə müayinə edib. Çünki bu vəhdət təşkil etmədiyi sürəcə artıq hər kəs öz tərəfini istisna etməklə bir diaqnoza vara bilməyəcəklər. Bir də tənəffüs yollarının infeksion xəstəlikləri ilə bağlı istəyirəm danışaq. Ümumiyyətlə, orada bizim tənəffüs yolu infeksion xəstəliklərinin bugünün belə deyək də, nə baş verir? Təbii ki, burada çox ciddi fəsada söykənəcək xəstəliklər var. Qısaca da olsa buna toxunmağınızı istəyirəm. Buyurun. Tənəffüs yolu infeksiyaları təbii ki, infeksiyaların böyük əksəriyyəti fəsil xarakter daşıyır. Yəni, mövsümi xarakter daşıyır. Tənəffüs yolu infeksiyalarında məsələ bu aylar onların dövrlərdir. Payızdan başlayaraq may ayına qədər, yəni payız, qış, yaz aylarında yayılmaları daha çox yəni mövsümüdür və insanlarımız da az əvvəl qeyd elədiniz ki, insanlar yəni bir sözü var da olan bir şeydir. Onlar elə qəbullanır. Amma bu dövrlü bir şeydir. Bəli, dövrlü bir şeydir. Yəni bu dövrdə bunlar rast gəlir. Mədə-bağırsaq infeksiya yayılarına rast gəlir. Ağdamcı infeksiyaları sayı təbii ki, həddən artıq çoxdur. Məhz bu dövrdə uşaqlar arasında daha çox uşaq yoluxucu xəstəlikləri, qızılcadır, su çiçəyidir, məxmələkdir, epidparatitdir və keçəndən başlayaraq artıq biz göğüs kürəyə də rast gəlirik. Yəni, keçənlə qədər demək olar ki, rast gəlinmirdi. Böyüklər arasında isə daha çox etibarla qrip və digər kəskin respirator virus infeksiyaları ki, qrip və qripə bənzər əlamətlərlə gedir. Bunları ayırmaq çox çətindir. Qripdir, respirator sinsitial virus infeksiyası, paraqripdir, adenovirusdur, rinovirusdur, reovirusdur. Biz bunların hamısına qrip deyirik. Amma bunlar əslində hamısı kəskin respirator virus infeksiyaları gedir və bir-birindən fərqləndirmə çox çətindir. Amma bəzi hallarda dərin diaqnostik, diferensial diaqnostik aparılanda fərqləndirmək olur. Bu bir-birindən bəzi hallarda fərqləndirmək olur. Məsəl üçün, bəzi hallarda görürüz ki, xəstəlik başlarında səsin tutulması ilə başlayır. Bəzi qripdə isə kəskin yüksək intoxikasiya, burun axması ilə başlayır. Səsin tutulması ilə daha çox paraqrip zamanı başlayır. Bəzi hallarda xəstə deyir ki, mən qrip olmamışdan əvvəl gözümdə iltihabi proses yarandı. Bu adenovirus infeksiyasıdır. Amma qripdən fərqli olaraq adenovirusda konjunktivit əlamətlər baş verir. Digər daxili orqanların zədələnməsi baş verir. Yəni, əsasən bu dövrlərdə mövsümü böyüklər arasında qrip və digər kəskin respirator infeksiyalar yayılır. Amma bir şey qeyd edeyim ki, biz bəzən qripə adi bir xəstəlik kimi baxırıq. Yaxın vaxtlarda mən rayonların birində bir qripin ağırlaşmasına bir cavan bir uşağa baxdım. Təqribən 15 yaşı var idi. Qripdə meningoensefalit inkişaf eləmişdi. Qripin xüsusilə təhlükəli bir ağırlaşması meningoensefalit. Amma biz insanlar qrip olan zaman cəmiyyətdə gəzirik, boş bir şeydir, əhəmiyyət vermirik. Amma daha ciddi və ömrü boyu xəstə üçün əziyyət verici, qalıq verici bir əlamətlərə səbəb olan meningoensefalit kimi ağırlaşmalar da verir. Doktor, biz nə danışa biləcəyik tənəffüs yollarının infeksion xəstəliklərindən? Bugün təbii ki, bunu amma belə yeganə bəlkə də xəstəlikdir ki, gizlətmək olmur. Artıq nə qədər olsa da kənardan biruzə verir. Çoxmudur? Gizlətmək olmur və insanlarımız bu xəstəliklərə yoluxduğu zaman hal-hazırda bunların bir yayılma dövrüdür və bugünkü gündə bir çox respirator virus infeksiyalar simptomatik olaraq oxşar olduğu üçün bəzən biz həkimlər üçün də xəstəni canlı müayinə etmədən müəyyən bir instrumental və laborator müayinə metodlarına görmədən diferensial diaqnostika aparmamız çətin olur. İnsanlarımız belə bir ad qoyublar, hal-hazırda gəzənlərdən tutmuşam. Bəli, bəli. Yəni, bu cür bəzən də istər sosial şəbəkələrdən, istər bilavasitə WhatsApp-lardan belə bir yazıb, doktor, mənə nə tövsiyə edərsiniz? Yəni, bunların hər biri eyni virus deyil. Hər kəsdə doktorumuzun qeyd elədiyi kimi eyni cür belə deyək ki, özünü göstərmir. Hər bir kəsin xəstəlikləri də fərqli olduğu üçün bir 20 yaşında gənc normal keçirərsə, bir 50 yaşında ürək-damar xəstəliyi olan, şəkərli diabet xəstəsi olan, böyrək çaşmazlığı olan bir xəstəyə bunu ötürdüyü zaman artıq ağırlaşmış formaya keçib daha da
reanimasyon durumlara qədər gətirib çıxara bilir. O yüzden insanlara tövsiyə edərdim ki, bu simptomları özlərində aşkarladıqları zaman mütləq şəkildə maskalardan istifadə etsinlər. Vacib deyilsə, məcbur deyilsə toplumlara girməsinlər, işdən icazə alsınlar. Bu zaman artıq zaten bunların 5-7 günə orqanizmi tərk elədiklərini biz görürük. Əgər 3 gündən çox bu simptom dediyimdə 38 yarımdan çox qızdırmaların olması, ciddi şəkildə halsızlıq, digər infeksiyon, respirator əlamətlər olarsa və keçməzsə artıq həkimə müraciət etmək lazım olacaq. Amma eyni zamanda bunlar varkən də dərhal qızdırmanı salmasınlar. Bizim bugünkü günümüzdə bir aktual mövzudur ki, insanın 37-5 qızdırması olur. Öz orqanizminə, immun sisteminə imkan vermir ki, T və B limfositlər bir aktivləşsin, bu virusa, bu bakteriyaya, bu infeksiyaya qarşı bir immunitet yaratsın və nəticə etibarilə də dərhal üst tuturlar o həmin paraşok məhlullarına, bəzən onları bir neçəsində bir-birinə qatırlar və nəticədə qaş düzəltdiyi yerdə vurub göz çıxardırlar. Virus hepatiti olmasa da toksik hepatitdən sonradan yanımıza gəlmiş olurlar. Nə edək, yaxşı doktor, ev şəraitində Ev şəraitində sadəcə bol maye, hərarət 38.5-i keçirsə, paracetamol və yaxud digər qızdırma salıcı vasitələrlə, iltihab əleyhinə olan vasitələrlə qızdırmalarını salmaq, yataq rejimi, bol maye dediyim 3 litrə qədər maye. Burada da çaydan, kofedən istifadə etmirik. Sadəcə su. Yəni, çünki çay və kofedə diuretik, sidik qovucu effekti var, onlar bizim damarlarımızda qalmırlar. Bol-bol maye, iştahımız kəsilər az-az və tez-tez qidalanmaq, yataq rejimi. Bu, bir çox insanlarda, xüsusilə də praktiki sağlam insanlarda, yəni bu virusun bir vaxtı var, 5-7 günə qədər keçir. Amma 3 günə qədər bəzən yox, bir çox hallarda orqanizm özü bunun üstəsindən gəlir. 3 günə gəlmirsə artıq həkimə müraciət etmək lazım gələcək və əfsuslar olsun ki, insanlarımız 10 gündən sonra bir pnevmoniya ilə gəlirlər. Ona qədər də soruşursan, antibiotikdən tutmuş, antivirala qədər və qonşunun tövsiyəsi ilə bir bankalardan istifadə olunurlar və biz bilirik ki, iltihabı ocağa isti vermək olmaz. Həmin o bankaların qoyulması ağciyərdə o ocağı daha da artırmış olur və bizim işimizi də artırırlar. Bəli, ən əsası elə birinci olaraq xəstələndiyi simptomları özümüzdə görürüksə, hər zaman deyirik, bizim əslində canımızdan söhbət gedirsə, can həkiminə müraciət etməkdə böyük fayda var. Çünki onun kökü və rüşeymi harada qaynaqlanır, onu bilməsimiz vacibdir. Təəssüf olsun ki, efrimizin artıq sonuna gəldik, çatdıq. Mən hər birinizə o dəyərli zamanınızı bizimlə keçirdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Təbii ki, hər zaman deyilir, bir xəstəliklə bağlı sırf onun mütəxəssisindən eşitməkdə böyük bir fayda var. Çünki hər zaman vurğulayıram ki, danışmağa haqqı çatan söz sahibləri o haqda danışmalıdırlar. Bir daha sizə təşəkkür edir. Təbii ki, hər şey dediyim kimi ilk olaraq düzgün mütəxəssisə doğru yönəlməkdən başlayır. Müəyyən bir fəsadlar, dəyişikliklər baş verirsə, kimdənsə məsləhət almaq doğru yol hardasa sayılmır, amma birbaşa həkimə müraciət bizim gecikmiş dönəmimizin qarşısını alır. Bugünlük bu qədər, hər kəsə sağlam, can arzulayırıq. Salamat qalın, gecəniz xeyrə qalsın.